Özbəkistan, Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarına ölkəyə daxili pasport və yaxud ID kartla, yəni şəxsiyyət vəsiqəsi ilə girişə icazə verməyi planlaşdırır. News 24 xəbər verir ki, bu ölkə prezidenti Şavkat Mirzoyevin 2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin sürətlə genişləndirilməsi yolu ilə iqtisadiyyatda turizmin rolu və əhəmiyyətinin artırılması tədbirləri haqqında fərmanda öz əksini tapıb. Sənədə əsasən təşəbbüs səyahətlərin sənədləşdirilməsi, turizmin işgüzar və humanitar əlaqələrin inkişafına yönəlib. Təkliflər Rusiya, Qazaxıstan və Azərbaycan vətəndaşları üçün daxili sənəd və ya ID kartı ilə Respublika ərazisinə 30 günədək giriş rejiminin tətbiqinə, o cümlədən 16 yaşadək vətəndaşlar üçün uşaq pasportu ilə girişə aiddir. Onda qeyd edək ki, hazırda ölkələr arasında 60 günədək vizasız rejim mövcuddur, lakin giriş üçün xarici pasport tələb olunur.